Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsinə qayıdıb. Bugün TV Axşam.az-da istinadən xəbər verir ki, aktrisa Akademik Musiqili Teatrda Zal Qızı Zalxa tamaşasında oynayıb. Uzun müddətdir ki, səhhətindəki problemlərlə əlaqədar səhnədən uzaq qalan Bəşirqızı ötən gün tamaşaçılarla görüşüb. Aktrisa səhnəyə əsə ilə çıxıb. Yazıcı dramaturq Əli Əmirlinin 7 Məhbusi Anası piyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Qeyd edək ki, Afaq Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı. Sevindil Akifoğlu, Samir Əliyev, Bugün TV.